Bugün sizlə ideal qaz qanunlarına toxunmaq istəyirəm. Bu qanunu adətən şagirdlər daha çox düstur şəklində və yaxud da qrafik şəklində öyrənirlər və bu bir qədər qarışıqlıq olur və şagirdlərin biraz gözünün qabağını götürməkdə çətinlik çəkirlər. Mən indi bugün bunu əyani olaraq sizə göstərmək istəyirəm və düşünürəm ki, belə daha yaxşı yadda qalar. Deməli, biz ideal qazın ümumiyyətlə makroskopik parametrləri arasında əlaqəyə baxanda biz bilirik ki, makroskopik parametrlər həcmdir, təzyiqdir və temperaturdan söhbət gedir. Bu üç kəmiyyət arasında əlaqəyə baxırıq və burada biz üç qanundan danışacağıq, ideal qaz qanunlarından. Birinci izotermik prosesdir. Bu zaman temperatur sabit qalır və biz həcmlə təzyiqin arasında əlaqəyə baxırıq ki, həcm təzyiqlə necə asılıdır. İkinci izobar prosesdir. İzobar prosesdə təzyiq sabit qalır və biz temperaturla həcmin arasındakı əlaqəyə baxırıq ki, bir-birindən necə asılıdır. Üçüncü isə izoxor proses. İzoxor da bildiyimiz kimi burada artıq həcm sabit qalır və təzyiq ilə temperatur arasındakı əlaqəyə baxırıq. Gəlin indi bu qabın içərisinə bir qədər deməli maddə daxil, hər hansı bir maddə daxil edək. Baxırıq, məsələn, daxil eləyirik qabın içinə. Görürsüz uşaqlar, burada molekullarımızın sayı artdıqca, yəni konsentrasiyası artdıqca, baxın, təzyiq də artır. Görürsüz, yəni konsentrasiya artdıqca təzyiq də artır. Bu da P bərabərdir NKT düsturuna əsasəndir. Biz bilirik ki, temperatur sabit qalanda görürsüz, mən qazı qızdırmadım, heç nə eləmədim burada. Temperatur sabitdir. Buradan gördük ki, təzyiq konsentrasiya ilə düz mütənasib. Yəni konsentrasiya artdıqca təzyiq də artır. İndi qazı daxil elədim. Görürsüz ki, qabımız bağlıdır, kip bağlıdır, açıq yeri yoxdur, yəni həcmimiz sabitdir. Temperaturumuz da sabitdir, təzyiqimiz də hal-hazırda müəyyən təzyiqi göstərir. İndi baxırıq, deməli, mən bu qazı qızdırıram. Yəni, temperaturunu artırıram, görürsüz, həcmimiz sabitdir. Həcmi heç nə eləmirəm, artırıb azaltmıram həcmi. Yəni, qabın həcmi eyni olaraq qalır. Mən indi qazı qızdırıram, görək nə baş verəcək. Baxın, mən qazı qızdırdıqca görürsüz ki, təzyiq artmağa başladı. Deməli, biz buradan nə gördük? Bu artıq izoxor prosesdir. Bu prosesin adı izoxor prosesdir. Yəni, həcm sabit qalır, qazı qızdırdıqca təzyiqimiz artır. Buradan gördük ki, izoxor prosesdə təzyiq artdıqca, daha doğrusu temperatur artdıqca təzyiq də artır. İndi nə edək? İndi isə bu prosesin təbii ki, əksi də doğrudur. Mən indi qazı soyuduram. Qazı soyudanda isə görürsüz ki, təzyiq azalmağa başlayır və molekulların sürəti də getdikcə azalır. Mən indi burada nə edirəm? İndi isə biz baxaq izoxor prosesə. Yəni, görək ki, temperatur sabit qalsa, biz həcmi kiçildib böyüdəndə təzyiq arasında nə kimi dəyişiklik baş verir də? Yəni, həcmlə təzyiq arasında. İndi mən qazı, baxın, sıxdım. Həcmini neynədim? Azaltdım. Həcmi azaldı. Görürük ki, təzyiq neynədir? Təzyiq artdı, baxın. Azaltdım, təzyiq artdı. Artıranda neynəyəcəm? Baxın, artırdım, təzyiq azaldı. Və buradan gördük ki, bu artıq hansı proses oldu? Bu oldu izotermik proses. Yəni, temperatur sabitdir. Qazı heç nə qızdırmadım və buradan gördüm ki, həcmi artırdıqca təzyiq azalır, həcmi kiçildikcə təzyiq artır. Deməli, burada amma deməli, təzyiqin az da olsa görürsünüz ki, cüzi miqdarda dəyişdiyini görə bilərsiniz. Bu da sual doğura bilər ki, nəyə görə? Əgər təzyiq, yəni heç bir parametri dəyişmədiyimiz üçün nəyə görə təzyiq dəyişir az da olsa? Yəni, bu cüzi dəyişmə molekulların bir-biri ilə toqquşma sayına görə dəyişir, o cüzi olaraq. Çünki az da olsa, yəni artıq biz molekulları axı idarə edə bilmirik. Onların vahid zamanda nə qədər toqquşduğunu biz yəni bilə bilmərik. Ona görə də yəni toqquşmaların sayı az olması, çox olması təzyiqin cüzi miqdarda artıb azalmasına səbəb olur.